təhsil o vaxt gözəldir ki, məsələn, işləmək o qədər gözəldir, o vaxt gözəldir ki, sən almasın üstündə işləyirsən, brilyanta çevirirsən. Daşın üstündə 100 işləginə. Nə verəcək? Axırda ustadın özü həvəsdən düşəcək. Müəllim həvəsdən düşəcək ki, girmişəm auditoriyaya 20 nəfərdən 18-də motivasiya yoxdur. Zorla gətirib qoyub. Adı üstündə məcburi təhsil. Quran yazır ki, dində zor yoxdur. Sən böyük hikmətləri, böyük məsələləri zorla öyrədənməzsiniz. Və mən sizə deyim, şərqi məktəbləri necə olub? Bilirsiniz nətər o? Gəlirlər, qayda bu idi. Gəlirlər, müəllimin qapısını döyürdülər ki, gəlmişəm öyrənməyə. Müəllim deyirdi, rədd ol, get, vaxtım yoxdur. Yerim də yoxdur. Bu qayda idi, o birisi yaxınlaşırdı, deyirdi ki, çox şey eləmə, o səni sınıyır. Qal küçədə, gecə saat 1-də yenə qapını döyərsən. Denən, yağış yağır başıma, müəllimin ürəyi yumuşaqdır, buraxacaq səni. Səhər yenə qoyacaq qapı arxasına. Səhər 1-də, axşam qapını döyərsən. Uşaqlarda bu əzmkarlıq yoxdur. Amma elmi o adamlar böyük ada çatdırırlar ki, əzmkarlıq olsun. Biz Nizami kimi, Tusi kimi adları artıra bilmədik kütləvi təhsillə. Onlar elə 100 ildə bir nətər doğulursa elə də doğulur. Bu bütün dünyada belədir. Avropa dediyim kimi zadələri, zadı hamısını, qaymaqları yığır gətirir özünə, istismar eləyir. Onlar da bizdən uğurlu deyirlər bu sahədə. Say məsələsi Königsbergdən daha bir də Kant çıxmır neçə yüz ildir.